O insan ki, ona müddətlərlə bəla gəlmir, deməli Allahın o insan ilə, o bəndə ilə işi yoxdur. Bəzi insanlar çətinliklər zamanı fəryad edirlər. Onlara bir zərər dəydikdə fəryad edərlər. Allah Teala Quran-ı Kərimdə Mə'arij surəsinin 20-ci ayəsində buyurur: "İza məssəhuş-şerru cəzu'an." Onlara bir zərər dəydikdə fəryad edərlər. Bəzi insanların çətinliklərə, bəlalara belə yanaşmağının səbəbi ilahi imtahanların həqiqətini başa düşmədikləri üçündür. O insan ki, ona müddətlərlə bəla gəlmir, deməli Allahın o insan ilə, o bəndə ilə işi yoxdur. Bir gün Peyğəmbər bir nəfərin evinə gedir, bir quş yumurtası yerə düşür, sınmır. Peyğəmbər buna təəccüblənir və ev sahibi də Peyğəmbərin təəccübləndiyini başa düşür. Peyğəmbərə deyir ki, neçə müddətdir ki, bizim evimizə bəla gəlmir. Peyğəmbər evdən çölə çıxır, ev sahibi deyir: "Ey Allahın Rəsulu, hara gedirsiniz?" Peyğəmbər buyurur: "O ev ki, müddətlərlə ora bəla gəlmir, deməli Allahın o ev əhli ilə işi yoxdur." İnsanlara üz gətirən bəla və müsibətlər onlar üçün böyük bir ilahi nemətdir. Allahın insana lütfüdür, mərhəmətidir. Bəzi hallarda bəla və müsibətlər bizim günahlarımızın kəffarəsidir. İmam Sadiq əleyhissalam bu barədə buyurur: "Əgər bir bəndənin günahları çox olarsa və heç bir xeyir əməli olmazsa, Allah Taala o bəndəni qəm-qüssəyə düçar edər ta o vaxta qədər ki, o qəm-qüssə onun günahlarının kəffarəsi ola." Bəzi hallarda da ilahi imtahanlar səbəb olur ki, bizlər fasid və pis əməllərimizə görə tövbə edək və Allaha tərəf qayıdaq. İmam Əli əleyhissalam bu barədə buyurur: "Həqiqətən Allah bəndələrinin fasid əməllərinə görə onları məhsul qıtlığı və xeyir mənbələrini onların üzünə bağlamaqla imtihan edər ta bəndələr fasid əməllərini, pis əməllərini başa düşsünlər, tövbə etsinlər." Allah Teala Quran-ı Kərimdə Əraf surəsinin 168-ci ayəsində buyurur: "Bismillahirrahmanirrahim. Və bələğnahum bil hasanati və seyyiati la'allahum yerciun." Bəlkə qaydalar deyə onları yaxşılıqlarla, pisliklərlə imtihan edirik. Bəzi hallarda da ilahi imtihanlar səbəb olur ki, Allah Teala bizlərə xeyrimizə və zərərimizə olan əməllərimizi bizlər üçün zahir etsin. İmam Əli əleyhissalam buyurur: "Baxmayaraq ki, Allah Teala öz bəndələrinə özlərindən daha agahdır, amma onları imtihan edir ki, yaxşı və pis əməllərini onlara zahir etsin." Bəzi hallarda da bəla və müsibət insanların təkamülü və inkişafı üçündür. Həqiqətən də ilahi imtihanlar Allahın insanlara lütfüdür, mərhəmətidir. Bir bəndə bəlaya düçar olubsa düşünməlidir ki, bu bəla nə üçündür? Fəryad etməməlidir. Bəla gəlibsə, deməli Allahın o bəndə ilə işi var.